Amerikalı milyarder Jeff Bezosa məxsus Blue Origin şirkətinin hazırladığı New Glenn ağır daşıyıcı raketi Floridadakı start meydançasında partlayıb. Az-24 xəbər verir ki, yerli medianın yaydığı məlumata görə hadisə Canaveral burnunda planlaşdırılmış mühərrik sınaqları zamanı baş verib. Məlumata görə sınaq zamanı raketin mühərrikləri tam güclə işə salınıb, lakin raket start meydançasına bərkidilmiş vəziyyətdə olub. Təxminən 29 mərtəbəli bina hündürlüyündə olan raket partlayış nəticəsində tamamilə məhv olub. Bildirilir ki, yanacağın partlaması nəticəsində yaranan zərbə dalğası yaxınlıqdakı Cocoa Beach və Canaveral burnu şəhərlərində hiss olunub. Partlayışdan yaranan alov isə onlarla kilometr məsafədən müşahidə edilib. Şirkətin məlumatına görə sınaq vaxtı start meydançasında personal olmayıb. Partlayış nəticəsində start platformasına da ciddi ziyan dəyib. İlkin məlumata əsasən ildırımdan mühafizə güllələrindən biri dağılıb və buraxılış avadanlığı tamamilə yararsız hala düşüb.